baxa, buna baxın. Avtobus sürücüsü maşınını saxlayaraq içində əvvəlcədən yığdığı, gətirdiyi daşı çökəklərə düzür, yolu düzür. Öz marşrutunun yolunu düzəldir. Allah, 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 Allah. Buna bax, Azərbaycanda avtobus sürücüləri öz marşrutunun yolunu daş düzərək düzəldir. Buna baxın, aya. Doğrudan bir abırçılıq da, aya. Bo. Vallahi de bana. Avtobus içində daşdır. Daş gətirib belə düzür. Ona vicdanlısınız. Vicdanlı sürücü deyəndə yazıq nə versin avtobusu ən çox gündə 10 dəfə oradan keçir, 20 dəfə. Nə versin? Fikir ver, Bakıda avtobus sürücüsü dəyərli həmvətənlərim görün nə ilə, necə yol düzəldir. Bu ölkənin vallah, ölkənin son anları deyəcək, bitirdi, İlham Əliyev bitirdi. Deməli, dəyərli dostlar, Azərbaycan polisinin reklamına baxın, polis hətta yağışın altında necə işləyir, necə çalışır. Baxın, Azərbaycan polisi şiddətli yağmurun altında belə əsayişi qorumaqla məşğuldur. Gəlin, baxaq. Doğrudan bir abırçılıqdır. Belə şeylər olar mı dostlar? Həqiqətən milləti nə yerinə qoyublar bunlar. Baxaq. Azərbaycan polisi baxın. AzTV çəkir, AzTV, baxın. Güya Azərbaycan polisi şiddətli yağışın altında işinə, buna bax, ay millət, buna baxın, buna. Boy. Buna bax, utanmırlar, mən AzTV çəkir, özdə, buna bax. Güya Azərbaycan polisi şiddətli yağmur altında öz işini, fəaliyyətini yerinə yetirir. Salam Qabil bəy, Sabirabad sakini Afik Əliyev öz həyət evində ağac əkdiyinə görə 1200 manat pul verib cərmələnib. Polis cərməlib. Öz evində də ağac əkəni cərmələyərlərmi? Gəlin baxın. Afik Əliyev öz həyət evində xarici sort olan ağacı gətirib əkibdir. Və polislər xəbər tutan kimi gəliblər həyətinə. Afiqin evinə gəliblər, deyiblər ki, sən xarici sort ağac əkirsən, əkmək olmaz. Afiqi tutublar, aparıblar şöbəyə. Xarici sort ağac əkibsən, aparıblar şöbəyə. Polis şöbədə polis rəisi Ramin Qədirov da olub. Ramin Qədirov deyib ki, sən hansı ixtiyarla bahalı ağacı gətirib əkmisən, Afiqə deyiblər ki, 1500 manat verməlisən. O bahalı ağac ancaq nazirimizin, prezidentin həyətində ola bilər. Sən kimin şeyinin başısan ki, bahalı ağac gətirib əkirsən həyətinə. Afiqə deyiblər ki, təcili 1500 manat ver, ağacını ək ya qalsın yerində. 1500 manat verməsən, səni həbs eləyəcəyik. Ağacı da çıxardıb qoyurlar qırağa. Baxın, gəliblər, ağac var həyətdə. Bahalı ağacı, xarici ağacı kim icazə verir əkməyə? Ağacı çıxartdırıb qoyurlar qırağa. Şöbəyə aparıblar. Deyiblər ki, əgər 1500 manat verməsən, 30 sutka gedəcəksən, ağacın da müsadirə olunacaq, çox da sənə zülm eləyəcəyik. Və nəysə, uzun sözün qısası 1200 manata razılaşıblar, deyib 1200 manat verə bilərəm. 1000 manadım var, 200 manat da borç tapıb verə bilərəm. Uzun sözün qısası Sabirabadda ağac əkmək də pulundandır. Baxın, ağac əkimsən, xarici bahalı ağac, mənə pul verməlisən. Maşın almışsan bahalı, onu sürmək üçün mənə pul verməlisən. Çoponlu xarabası dəlxanadır. Sabirabad sakini Tural Əhmədov Sabirabadda bərbərxana və moyka işlədirdi. Moyka, yəni maşın yümə yeri işlədirdi. Ramin Qədirov maraqlanıb ki, Tural bir balaca varlanıbdır. Ramin Qədirov bir mülki inspektor tapıb, adı Rəşaddır o mülki inspektorun. Mülki inspektor tapıb və ona deyib ki, get onu prezidentin əleyhinə danışdır.
və səsini yaz. Rəşid Mülki inspektor da gəlib Turalın yanına başını qırtdırmaq adı ilə başlayıb prezidentdən danışmağa və Tural da prezident haqqında bir neçə söz deyib də, pis söz deyib də, getsə yaxşı olar, ölkə batdı, belə bir neçə prezident əleyhinə söz deyib. Rəşad səsi göndərib rəisə bir gün sonra Turalı bərbərxanadan tutub aparıblar və deyiblər ki, ya sənə cinayətçi qaldıracaq, ya da 20.000 manat pul verməlisən, 20.000 manat. Tural 20.000 manatı olmayıb və pul yerinə öz bərbərxanasını və moykasını keçirdib Ramin Qədirovun dostu Şəhriyarın adına. Tural özü də Azərbaycandan başını götürüb qaçıb. Allah! Bunu əvvəl bir dənə Eldar Mahmudov eləyər də belə söhbətləri. Belə söhbətlərə bir dənə Eldar Mahmudov baxardı. O da yekə adamlar üçün. İndi hər rayonda, hər kətdə, hər rayonda bir Eldar Mahmudov var. Öyle də kasıblara gəlim tutur. Yenə Eldar Mahmudov varlıdan alırdı. Bəy, məlumatlar hələ Sabirabaddan dəhşətli məlumatlar atın. O Ramin Qədirovun anasını dombaldım. Masaj eləyim anasını. Görürəm xəstələnib, soyuq dəyibdir. Ona kürəyinə banka qoymaq lazımdır. Arxasına banka qoymaq lazım. Soyuq dəyməsi çıxsın o Ramin Qədirovun arvadının, anasının, bayışsının. Sabirabad mərkəzi xəstəxanasında özbaşınalıq baş alıb gedir. Martın 12'si şəkər xəstəliyindən əziyyət çəkən bir yaşlı kişi adı Əlağadır. Əlağa dayı yüksək şəkərlə gedib xəstəxanaya və iynə istəyibdir. Şəkəri düşsün. Amma heç bir həkim ona yaxın durmayıb və deyiblər ki, şəkər üçün iynələr ancaq baş həkimin otağında olur. Onu da icazəsiz götürmək olmaz. Əlağa kişiyə heç kim yardım etməyib, medsestralar telefonla oynayırmış və kişi Əliağa kişi yıxılaraq dünyasını dəyişib, ölübdür. Option, mərkəzi xəstəxanasında Əlağa kişini öldürdülər. Bundan başqa, xəstəxanada ana doğuş zamanı ölübdür. Ölən arvadın yoldaşı Firiddin etiraz edirdi və çağırıb bağırıb ki, sağlam şəkildə həyat yoldaşım girdi, arvadım girdi xəstəxanaya və uşaqla bir yerdə öldü. Direktor Həsən Hüseynov polisləri çağırıb xəstəxanaya və Firiddini polislər şantaj ediblər, elə oradaca və aparıblar. Səsini çıxarsan, səni ictimai yerdə qanunu pozduğuna görə səni 500 manat cərimə edəcəyik və içəri basacağıq. Ağıllı ol, cinən səsini çıxartma. Görün, məlumatlar belə gəlir, addan, familiya ilə. Baxaq bəyə. Əvvəla hər kəs salamlayıram, əziz və dəyərli xalqım. Zəhmət olmasa bu videoya axıra qədər baxın. Mən Vətən Müharibəsinin 2-ci qrupu Əliyev Bariz Zəfəroğlu. Özüm Gənc Qazilə İctimai Ümumi Rəsqüzə sədr müaviniyəm. Dünən axşam radələrində, saat 12 radələrində 31 mart gecə ilə bizim Gənc Qazilə İctimai sədri 2-ci qrup 50 bir göz amutasiya olan Hacı Vəliyev bizim qardaşımızı Bakı şəhər Baş Polis İdarəsinin tərəfindən saxlanılıbdır. Mən burada video müraciətim ondan ibarətdir ki, Hacı Vəliyevin haqqında cinayət işi açılıbdır. Hacı Vəliyev bu günləri şəhid ailələrimizin, müharibə iştirakçılarımızın, dövlətimizin yanında olan bir xalqımızdan dəstək istəyib, kömək istəyib ki, bu günləri hansısa bir müharibə iştirakçımızın, qardaşımızın haqqı yerdə qalmasın. Bu günləri bu qardaşımıza cinayət üzrü damğası vurmaq düzgün bir şey deyil. Cinayətkar damğası vurmaq düzgün bir şey deyil. Hər bir kəsdən xahiş edirəm, videonu hər kəs paylaşsınlar. Qoy cənab prezidentimizin qarşısına çıxsın. Ay onun ağzına qara daşırdıcın olsun. Dəyərli vətənəm, şad xəbər, təbrik edirəm insanları. Təbrik edirəm, ay millət, gözünüz aydın olsun, ay millət. Azərbaycan tələbələri üçün şad xəbər. Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Afrikanın Somalinin Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalandı. Gözünüz aydın olsun mu deyim, olmasın mı?
Azərbaycanlı tələbələr yüksək təhsil almaq üçün Somali universitetlərinə güzəştli qaydada qəbul ediləcək. Təbrik edirik. Ala, baxın, Qənimət bəy də paylaşır. Ala, baxın. Artıq prezidentə baxın Somaliya. Somali naziri, prezidenti. Artıq Azərbaycanlılar bilirsiniz ki, artıq daha Avropaya, Amerikaya gəlmək mümkün olmayacaq. Artıq siz gedə bilərsiniz ancaq Somaliya. Somaliya. Baxın, yüksək təhsil almaq üçün Somaliya gedəcəksiniz oxumağa. Köpolnu xarabası dəlxanada. Heç olmazsa çoxsu düşünəcək ki, gedim ora. Bir yaxşı qəbilə seç, tayfa seç. Dalına bir əncili yarpağı, qabağına bir əncili yarpağı. Vəssalam orada internet yox, telefon yox, qaz pulu yox, işıq pulu yox. Vəssalam lana, təbiətdə də zənginlik var yəni, nəsə tapıb yiyəcəksən. Heç nə. Qutardı. Değerli hörmətlərim, bu Tofiq Yaqublu'nun hepsi çok, onun orada aclıq elan eləməsi çok bizi üzür. Allah lənət eləsin. Allah Əliyev hakimiyyətinə lənət eləsin. Tofiq Yaqublu artıq aclıq aksiyasına başladı, 2-ci günüdür. Tofiq Yaqublu'nu İlham Əliyev deyəsən öldürəcək. İlham Əliyev deyəsən yox, elə Tofiq Yaqublu'nu öldürmək üçün salıb oraya İlham Əliyev. İran raketləri vurulan əraziyə baxaq, o hələ bu zəngi qəbul edək. Alo. İran raketlərinin vurma qabiliyyəti görə hara qədərdir? İranın əlində olan raketlər budur. Və vurması da görə hara qədər bunun ən güclü raketləri hara qədər gedir. Deməli,